Mən Vüsal Kəlbəzərli. Bu günlərim yenə də 2025-ci il 2 oktyabr tarixində yağışlı havada Azərbaycanımızın çox gözəl rayonu Göygöl rayonundayıq. Göygöl rayonunda illər əvvəl mən 2006-2007-ci ildə ilk fəaliyyətə başlayanda doğmuşam. 5 il əvvəl də, 2 il əvvəl də, 3 il əvvəl doğmuşuq. Dəfələrlə olmuşuq. Afət müəllim məktəb kabineti müdürü idi. Altay müəllim, Salman müəllim də burada Balçıda direktor bizim yerimizdə ona salam deyirik. Təşkil müdürü müavin işlədi. Kəmal Axam təşkil müdürü müavin işləyəndə Lüda müəllim, Mirbəşir müəllim vaxtda dəfələrlə ölənlərə rəhmət, qalanlara can sağlığı və sizə təqdim edəcəm müəllim o müəllimlərin simasında, o müəllimlərlə çin-çinə işləyən müəllimdir. Niyə onların adlarını dedim? Müəllim adınız, soyadınız? Adım Namazov Əliqaya Teymuroğlu. Çox gözəl. Müəllim, neçə il təhsil sahəsində çalışmısınız? Hansı məktəbdə işləmisiniz? 1982-ci ildən 2024-cü ilə qədər. Müəllim kimi işləmisiniz. Neçə il direktor işləmisiniz? 30 il tam direktor işləmişəm. 30 il tam. Çox gözəl. Və 30 il müəllim, 30 ildə direktor, 42 il. 42 il təhsil sahəsində canlı fəda verir. İndi hal-hazırda neçə yaşınız var? 68, 68 yaşınız var. Allah başlasın. Və yoldaşınızın adları yana mənim. Bəli, bəli. Çox gözəl. İkimiz də müəllim olmuş. Çox gözəl. Və biz bilirik ki, müəllim təhsil sahəsində işlədiyi müddətdə, direktor sahəsində işlədiyi müddətdə dəfələrlə təşkilat tərəfindən, icra hakimiyyəti tərəfindən müxtəlif fərq fərmanlar, sertifikatlar alıbdır. Dəyərləndirib, dövlətimiz çox dəyərləndirir. Mən bu işlədiyim müddətdə ilin məktəb müsabiqəsində iştirak etmişəm, məktəbimizdə. Əməkdar müəllim adına layiq görülmüşəm. Almışsınız da məktəbə? Bəli. Ardıcıl olaraq kənd məktəbi olmasına baxmayaraq neçə illər şagirdlərimdən 600-dən yuxarı bal toplayan şagirdlərim olub. Hal-hazırda onlar yaxşı yerlərdə çalışırlar. Misir müəllim nazir işləyən vaxtı məktəbimizdə olub, mənimlə şəxsən görüşüb və sonra o fəxri adı mənə layiq görüb. Birdən-birə gəlib məktəbimizə, məktəbimiz çox yüksək səviyyədə xoşuna gəldi. Məktəb, dərs, müəllimlər hamısından maraqlandı. Sağ olsun. Çox gözəl. Biz də ona görə dəyərləndirməyə gəlmişik. Çoxlu sayda şagirdlərdən, tələbələrdən sorğular aparmışıq və sorğular nəticəsində bizə bildiriblər ki, müəllim direktor və müəllim işlədiyi müddətdə məktəbdə nizam qaydasında olub və o cümlədən də müəllimin bir ata qayğısı kimi qayğı göstərir. Şagirdlərə təkcə öz dərsini deyir, şagirdləri vətənimizi sevməyə, bayrağımızı sevib, dövlətimizi sevməkdir. Bəli, bu günlərin biz Göygöl rayonu, Qırıqlı kəndi və Balçılı kəndində olduq. Çoxlu sayda müəllimləri sizlərə təqdim edirik. Siz Qırıqlı məktəbində işləmisiniz? Bəli, bəli. Bu Qırıqlıda anadan olmuşam. Qırıqlı məktəbində işləmişəm. Bu məktəbdə bitirmişəm. Bizim məktəbimizin şagirdləri həm çox vətənpərvər olublar. Baxıram bu şəhidlərimizə, Allah şəhidlərimizə rəhmət eləsin, qəni-qəni. Məktəbimiz kiçik kənd məktəbi olmasına baxmayaraq 7 şəhidi var məktəbimizin. Onlardan biri milli qəhrəmandır. Bütün bunlar hamısı onlarda olan o vətənpərvərliyinin yüksək olmağını göstərir. Çox gözəl. Çağdaş təhsil komandası ilə bizdə müəllimin üzvünə can sağlığı arzu edirik. Müəllimin gözəl övladları var, gözəl nəvələri. Neçə övladı var müəllim? Bir evladım var, bir də nəvəm var. Allah sağ ol. Hansı ayda çalışır övladınız? Evladım dil ədəbiyyatı qurtardı, amma müəllimliyi bizə baxdı, sevmədi. Və başqa sahədə çalışır mı? Bəli, başqa. Hansı sahədə çalışır? O saç düzəltməkdə işləyir. Xanım da, elə mi? Bəli, bəli, qız. Allah ömür versin. Çağdaş təhsil komandası. Ailə qurub, bir evladı var. Çox gözəl. Biz də siz kimi insanlara fəxr edirik. Çağdaş təhsil komandası ilə Allah təala sizə uzun ömür, can sağlığı versin. Sağ olun. Çox sağ olun.